Coğrafya 7-ci sinif 9-cu, yəni sonuncu kiçik summativ qiymətləndirmə üzrə nümunəvi test tapşırıqlarına baxırıq. Birinci suala baxaq. Bakı Tbilisi Ceyhan kəmərinin keçdiyi ölkələr qeyd edin. Bilirik ki, biz Bakı Tbilisi Ceyhan neft kəməri Azərbaycan neftinin Türkiyənin Ceyhan limanına qədər aparan boru kəməri hesab olunur. Deməli, adi şəhərlərə baxsaq biz, deməli Bakı Azərbaycan, Tbilisi Gürcüstan, Ceyhan isə Türkiyə. Deməli 3 ölkənin ərazisindən keçir. Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçir. Sonra ikinci suala baxaq. Kontur xəritədə ekoloji problemlərin baş verdiyi ölkələri müəyyən edin. Deməli bizə problemlər verilib, ekoloji hansı ölkələr baş verdiyi soruşulur. Birinci sənaye tullantıları. Sənaye tullantıları bizə 5 dənə problem verilib və 5 ölkə verilib. Hər ölkəyə bir dənə problemi uyğunlaşdırmalıyıq. Və sənaye tullantıları daha çox zavod və fabriklə daha çəkin yaşayıldığı ərazilərdə yayılır sənaye tullantıları. Bizə verən variantlardan bizə ən yaxını ABŞ ola bilər, birinci variant. Yəni sənaye tullantının yarıldığı ərazi. Sonra ikidə bizə terikon təpələri deyilir. Terikon təpələri əsasən faydalı qazıntı çıxarılan ərazilərdə olur və orada faydalı qazıntıdan, məsələn daş kömür, sonra dəmir filizi kimi faydalı qazıntı çıxardılarkən ondan ayrılan maddələr tullantılar kimi təpələr əmələ gətirir. Bunlara terikon təpələri deyilir. Bizə verilən ölkələrdən əsasən faydalı qazıntılarla, əsasən terikon təpələr inkişaf etməkdə olan ölkələrdədir. Amma bəzi faydalı qazıntılar çox olan inkişaf etmiş ölkələrdə terikon təpələr ola bilər. Yəni bizə burada verilən ölkələrdən terikon təpələrin yayıldığı ölkə CAR, yəni Cənubi Afrika Respublikasıdır. O da 5 rəqəmi ilə işarə olunub. Sonra daşqınlar. Daşqınlar əsasən yağışların hesabına, yağıntılar çox yağanda daşqınlar baş verir. Əsasən də daşqınlar musson iqliminin yayıldığı ərazilərdə. Musson iqlimi də Cənubi Asiya və Cənub-Şərqi Asiya, Cənubi və Şərqi Asiya ölkələrində geniş yayılıb musson iqlimi. Bizə verilən ölkələrdən də daşqınların baş verdiyi ölkə 4, yəni Pakistan daşqınlar baş verə bilər. Sonra məişət tullantıları. Məişət tullantıları əsasən əhalinin daha sıx yaşadığı ərazilərdə məişət tullantıları daha çox olur. Bizə verilən regionun əhalinin ən sıx yaşadığı isə 2 rəqəmi ilə işarə olunan Fransadır. Deməli məişət tullantıları Fransada. Səhralaşma, yəni meşələrin və yaxud digər ərazilərin səhraya doğru irəliləmə prosesinə səhralaşma deyilir. Səhralaşma da bizə verilən ölkələrdən 3, yəni Misirdə müşahidə olunur. Üçüncü sual. Azərbaycan təşkilatları üzv seçilməsinin xronoloji ardıcıllığını sıra nömrələri ilə qeyd edin. Deməli, Azərbaycanın birinci üzv olduğu təşkilat 1991-ci ildə İslam Əməkdaşlıq Təşkilatıdır. Deməli, birinci yerdə olmalıdır İslam Əməkdaşlıq Təşkilatı. Daha sonra 1992-ci ildə Azərbaycan üzv olur Birləşmiş Millətlər Təşkilatına. Deməli, ikinci yerdə BMT olmalıdır. Sonra Azərbaycan Quamı isə 1997-ci ildə Quam yaradılır və həmin vaxtdan da Azərbaycan həmin təşkilatın üzvüdür. Deməli, birinci İslam Əməkdaşlıq Təşkilatı İƏT, daha sonra BMT, daha sonra Quam şəklində olmalıdır ardıcıllıq. Dördüncü sual. Uyğunluğu xətlərlə göstərin deyilir bizə. Deməli, təbii resurslar və kapital resursları verilib bizə. Deməli, təbii resurslara aiddir faydalı qazıntılar, daha sonra təbii resurslara aiddir meşə, sonra təbii resurslara aiddir bir də torpaq, yəni bunlar təbii şeylərdir. Kapital resurslara isə aiddir binalar və avadanlıq. Bunlar isə pulla ala bilinən kapital resursları hesab olunur. Beşinci suala baxaq. Azərbaycan hansı ölkələr arasında tranzit yolunda ola bilər deyilir bizə bu sualda. Yəni Azərbaycan bu ölkənin arasında yerləşir və bir ölkənin digər ölkəyə getmək üçün Azərbaycandan çıxıb getmək lazımdır. Yəni bu formada deyilir bizə. Deməli, Rusiya ilə Ukrayna arasında Azərbaycan ümumiyyətlə tranzit deyil. Sonra Türkiyə ilə İran arasında tranzit ehtiyac onsuz Türkiyə ilə İran qonşu ölkələrdir. Yəni Azərbaycanın getməyə ehtiyacı yoxdur. Sonra digər variantlara baxaq. Burada Rusiya İran tam doğru cavab olur. Çünki Azərbaycan Rusiya ilə İran ortasında yerləşir. Yəni gediş-gəliş üçün Azərbaycanın keçib getmək lazımdır. Amma digər cavablar dolayı yolla da olsa uyğunluq var. Məsələn, Türkiyə Qazaxıstan onun üstündən çıxıb getmək lazım. Məsələn, getmək üçün hər hansı bir təyyarə ilə onu getsək, onun üstündən çıxıb getmək lazımdır. Özbəkistan, Türkiyə yenə dolayı yol təyyarə Azərbaycan üstündən getməlidir. Türkmənistan, Gürcüstan yenə dolayı yolda olsa da Azərbaycan üstündən çıxıb getmək mümkündür. Amma tam dolğun cavab burada bizə Rusiya, İran tam dolğun cavabdır. Amma Özbəkistan, Türkiyə, Qazaxıstan, Türkmənistan, Gürcüstanda müəyyən dərəcədə uyğunluq var. Amma tam əsl düzgün cavab burada olmalıdır Rusiya və İran.
Sonra uyğunluğu müəyyən edin deyir bizə. Deməli, birinci variant terikon təpələri. Terikon təpələr əsasən daha çox faydalı qazıntıların olduğu ərazilərdə yayılır demişdik biz. Deməli, terikon təpələr yayılıb Qazaxıstan, Cənubi Afrika Respublikası və Meksika, yəni faydalı qazıntılardan qalan tullantılardır. Daşqınlar daha çox rütubətli ərazilərdə Polşa, Ukrayna, Bangladeş ola bilər. Səhralaşma isə əsasən isti ərazidə, tropik enliklərdə Misir, Niger və Türkmenistanda ola bilər səhralaşma problemidir. 7-ci suala baxaq. Ətraf mühitin dəyişməsində təsir edən təbii amillər müəyyən edin deyir bizə. Deməli, terikon təpələr, daşqınlar. Burada terikon təpələr təbii amil deyil, deməli cavab deyil. Quraqlıq, ozon deşikləri. Ozon deşik təbii amil deyil, insanların fəaliyyəti ilə ozon deşikləri yaranır. Məişət tullantıları insanların fəaliyyəti, həmçinin səhralaşma insanların fəaliyyəti ilə yaranır. Deməli, bu da cavab deyil. Səhralaşma, daşqın. Daşqın düz təbii amildir, amma səhralaşma insanların fəaliyyəti ilə, yəni torpaqlardan düzgün istifadə olunmaması nəticəsində səhralaşma baş verir. Yəni bu təbii amil deyil. Amma Y variantı verilən həm quraqlıq, həm də daşqın, bunlar isə təbii amillər hesab etmək olar bunları. Sonra 8-ci suala baxaq. Deməli, bizə Azərbaycan bölgələrinə uyğun gələn məhsulları müəyyən deyilir. Deməli, Lənkəran bilirik ki, biz rütubətli subtropik iqlimdir və bu ərazidə çay və limon yayılıb. Sonra Kür-Araz qoyaq ərazidir və burada pambıq əkinləri geniş yayılıb. Naxçıvanda çəyirdəkli meyvələr, yəni ərik, şaftalı kimi bitkilər yayılıb. Abşeronda isə neft faydalı qazıntısı var. Deməli, bu oldu 7-ci sinif kiçik summativ qiymətləndirmə nömrə 9.